Uşaqlar, biz bugün danışacağıq laş üstü və lan üstü adlardan feil düzəldən şəkilçilərdən. Bu şəkilçilər bəzi məqamlarda bir leksik şəkilçi kimi, bəzi məqamlarda isə iki leksik şəkilçi kimi götürülür. Nə zaman bu şəkilçini iki leksik şəkilçi kimi götürə bilərik? İki leksik şəkilçi kimi bu cür olur. İki tələb ödənərsə, şəkilçi parçalanıb iki leksik şəkilçi kimi götürülür. Birinci tələb nədir? La üstü hissəsinə məsdər şəkilçisi əlavə etdikdə müstəqil leksik məna bildirməlidir və ikinci tələbdə həmin bu müstəqil məna bildirən hissə ilə laş və yaxud da ki, lan hissənin ifadə etdiyi müstəqil məna arasında məna bağlılığı olmalıdır. Yəni, düzəltmə sözlərin tələbi ödənilməlidir. Bu iki tələb ödənilə bilmədikdə laş və yaxud da ki, lan şəkilçisini parçalaya bilmirik. Bunu misal üzərində izah edim. Üzləş və salamlaş sözünü götürürəm. Üzləş sözündə bir leksik şəkilçi var. Salamlaş sözündə isə iki leksik şəkilçi var. Nəyə görə bir leksik şəkilçidir? Üz sözündən üzləmək feili yaranır. Birinci tələb ödənir. Ancaq üzləməklə, məsələn, südü üzləməklə üzləş, iki insanın qarşılaşmağı, üzləşməsi arasında heç bir məna bağlılığı yoxdur. İkinci tələb ödənilmədiyinə görə biz burada ləş şəkilçisini parçalaya bilmərik. Bir leksik şəkilçi kimi götürürük. Keçək ikinci sözə. İkinci sözdə isə salamlaş. Salamlamaq, dostumu salamlamaq, salamlaşmaq, dostumla salamlaşmaq. Burada salamlama ilə salamlaş arasında məna bağlı olduğuna görə bu şəkilçini asanlıqla mən iki hissəyə bölüb iki leksik şəkilçi kimi götürə bildim. Sonra bəzi sözlər də vardır ki, uşaqlar, Bunlarda laş və lan şəkilçiləri həm bir variant, həm də iki variantda, yəni həm bir leksik şəkilçi kimi, həm də iki leksik şəkilçi kimi götürə bilirik. Bunlar hansı sözlərdir? Daşlaş, sulan, yağlan, ayaqlan. Ayaqlaş yox ha uşaqlar, ayaqlan. Bu sözlərdə şəkilçinin iki və yaxud da bir leksik şəkilçidən ibarət olduğunu cümlədə ifadə etdiyi mənadan müəyyənləşdiririk. Məsələn, daşlaş sözünü götürüb cümlədə işlədək. Bir deyirəm, sement quruyub daşlaşdı. Bir də deyirəm, uşaqlar daşlaşdı. Sement quruyub daşlaşdı olduqda, sementin daşlaşması mənası verdikdə, burada laş bir leksik şəkilçi olacaq. Burada laşı parçalaya bilmərik, məna bağlılığına görə. İkincidə isə laşı asanlıqla parçalaya bilirik. Hər iki, bayaq dediyim, hər iki tələbi ödədiyinə görə. Və bu sözləri də uşaqlar çalışın, yadınızda